Salam, sabahınız xeyir olsun. 23 avqust 2026-cı il tarixidir. Yay fəslinin 64-cü günüdür. Rəbiəvvəl ayının 10-cu günüdür. Həftənin 7-ci bazar günüdür. İstirahət günlərinin sonuncusudur. Can sağlığı ilə istirahət etməyə hər birimizə arzulayıram. 23 avqust günündə kimlər işləri arxasınca getmiş, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili 1-7-ci günü, bazar günü keçirmələrini arzulayıram. 23 avqust günündə kimlər təhsil ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, digər təhsil ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, zihin açıqlığı olan, yol açıqlığı, iş avantlığı olan, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili 1-7-ci günü, bazar günü keçirmələri arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 23 avqust günündə müəllimlərin işə qəbulu üzrə, eləcə sertifikatlaşdırma imtahanı üzrə müsahibə mərhələsinə hazırlaşanlara da can sağlığı, ilk növbədə zihin açıqlığı, yol açıqlığı, müsahibə mərhələsindən keçmək, eləcə də sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, can sağlıqlı, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan 1-7-ci günü, bazar günü keçirmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə uğursuz nəticə göstərənlərə də can sağlığı, ruhdan düşməmək, böyük ruh yüksəkliyi ilə çalışaraq, hazırlaşaraq, yenidən imtahanlara qoşularaq, yüksək nəticə əldə edib, yenidən işləri ilə təmin olunmalarını və rahat bir artan əmək haqqı ilə çalışmalarını arzulayıram. 23 avqust günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 23 avqust günündə kimləri anırıq, yad edirik, xatırlayırıq, ruhları şad olsun, xoşanaq, yad edək və xatırlayaq hər birini. Bununla yanaşı isə 23 avqust günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin, dinc qulaqlı bir 7-ci günü, bazar günü keçirmələrini arzulayıram. Eləcə də 23 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, eləcə də peşə günüdür, işə qəbul günüdür, evlilik il dönümüdür, nişan günüdür və digər xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, müvəffəqiyyətlər, uğurlar arzulayırıq. 23 avqust günündə də demək tarixi günlər vardır. Baş vermişdir ki, bu tarixi hadisələri mən indi deyəcəyəm və 23 avqust günündə Azərbaycanda xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti əməkdaşlarının peşə günüdür. Bu münasibətlə onların hər birini təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı 23 avqust günündə 1514-cü ildə Çaldıran döyüşü baş verdiyi gündür. 23 avqust 1572-ci ildə Fransada dini müharibələrin nəticəsində Parisdə baş vermişdi Varfolomey gecəsi. Bununla yanaşı 23 avqust 1866-cı ildə Varşava Praqa demək müqaviləsi əsasında isə Avstriya və Prusiya arasında olan müharibə bitdiyi gündür. Eləcə də 23 avqust 1914-cü ildə 1-ci Dünya müharibəsində Yaponiya, Almaniya müharibə elan etdiyi gündür. 23 avqust 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın vətəndaşlığı haqqında fərman imzaladığı gündür. 23 avqust 1939-cu ildə Moskvada Almaniya və SSR arasında hücum etməmə sazişi imzalandı və bu saziş də məhz Almaniya
demək, daha yaxşı yol açdı ki, işini asanlaşdırdı ki, Polşaya hücum etmiş oldu. Bununla yanaşı 23 avqust 1942-ci ildə 2-ci Dünya müharibəsində isə Stalingrad döyüşü baş verdiyi gündür. 23 avqust 1943-cü ildə Xarkov şəhəri azad edildiyi gündür. 23 avqust 1944-cü ildə 2-ci Dünya müharibəsində Marsel şəhəri azad edildiyi gündür. 23 avqust 2000-ci ildə Bəhreyn yaxınlığında İran körfəzində təyyarənin qəzaya uğraması nəticəsində 143 nəfər həlak olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.